Günlərdir ki, Ermənistanda erməni kilsəsi ilə erməni siyasi hakimiyyətinin arasında dini-siyasi boğuşma davam edir. Paşinyan artıq 2 təxribatçı keşişi həbsə atıbdır. Bir Baqrat Qalstanyanı, bir də Acapaxyan adında daha bir agresif keşişi Paşinyan zindana göndərdi. Növbəti həbsin yəqin ki, 2-ci Qarecinə ünvanlanacağın söyləmək mümkündür. Çünki Paşinyan bir mənalı şəkildə 2-ci Qarecindən soruşur ki, nə üçün sən subaylıq andını pozmusan? Əgər sənin şəxsi həyatın varsa, səndən katolikos olmaz və sənin problemin şəxsi həyatında deyil, sənin problemin Allahın andır, deyir Paşinyan. Olduqca doğru ifadələrdir. Erməni katolikosunun gerçəkdən də problemi Allahın andır. Həzrəti İsa inandır, ona görə ki, erməni kilsəsi saxtakarlıqla, ekspansiyonizmlə, terrorizmi maliyyələşdirməklə və becərməklə, saxta tarix uydurmaqla məşğul olan bir qurumdur. Hər zamanda bu cür olubdur. Amma indi erməni kilsəsinin müdafiəsinə Rusiyanın Xarici İşlər Naziri qalxdı və dedi ki, illərdir, əsrlərdir erməni cəmiyyətin bir araya gətirən vacib erməni institutlarından biri olan kilsə ilə siyasi hakimiyyətin qarşı durması yaxşı məsələ deyil. Yəni, hər zaman mən sizə söylədiyim kimi, Rusiyanın xüsusi xidmət orqanları erməni kilsəsinin vasitəsilə Güney Qafqazın ərazisində qarma-qarışığı, qarşı durmanı, müharibələri, üsyanları düzənləyibdir, sərgiləyibdir. İndi erməni kilsəsinin Paşinyana az qala uduzduğu bir məqamda Rusiyanın Xarici İşlər Nazirinin Ermənistanın daxili işlərinə qarışıb erməni kilsəsinin müdafiəsinə qalxması açıq aydın göstərir ki, biz söylədiyimiz məsələlər %100 haqlıdır, %100 doğrudur və ədalətlidir. Erməni kilsəsinin başında duran Kıtriç Nersisyan adındakı məlun Rusiyanın xüsusi xidmət orqanlarının Ermənistan ərazisindəki canisidir. Erməni cəmiyyətin Türkiyə və Azərbaycana qarşı nivelirləyən, qaldıran, hər zaman körükləyən, püskürdən, qışqırdan məhz erməni kilsəsidir. Və Qarabağı tərk etmiş separatçıları ayağa qaldıran Rusiya, Paşinyana qarşı Köçəryan, Sarkisyan heyvani cütlüyün və erməni kilsəsin püskürdən, qısqırdan Rusiyanın xüsusi xidmət orqanları bütün gücü ilə erməni kilsəsinin qələbə çalmasını istəyir ki, Güney Qafqazda heç zaman sülh mümkün olmasın.